Hər şey salamünaleyküm. Bugün sizlərlə birlikdə Qorxmaz Həsən oyun videolarına baxırıq. Hələ də kanalıma abunə deyilsinizsə aşağıdan dərhal kanalıma abunə olub bu videomu da like atmağı unutmayın. Qardaşım yadına da vaxt gecə gəldi bura. Hər gün dərdləşirdi. Hə, maraqlı idi. Ha, dost, Mən bilmirsən dost sonra da. başım qarışdı işə zadadı. Başqa problemlər zətlər. Vallahi. Da gələn mən. Hə, o vaxtdan gedənsən, gəlib eləmirsən. Amma mən hər gün buradayam, otururam özüm üçün. Hə, bura gəlmirəm də. Mən işlə belə gətirdim, nə niyə? Hələ yadımda o vaxt uşaq idin. Atamın maşını götürmüşdüm ki, gezəm kəndə. Mən kəndə getmək istəyirəm, kəndə getmək istəyirəm. Atan da yolda görüb qulağıma bir dənə şapalaq qoymuşdu. Hə, yadımdadır, yadımdadır. Qulağım 3 gün zingirlənmişdi. Çox əclaf uşaq olmusan. Sən ki düzəməliydin ki. Hə, yaxşı şərəf. Sən zanada tez-tez gələ, darıxıram ya Allah haqqı. Gəlirəm, oturam özüm üçün. Heç kim olmur. Görürəm sən də yoxsan. Bir dəfə də Mədinədən ayrılmışdım. Gecə gəldim, ağlaya-ağlaya yanıma. Səhərə kimi dərdləşmişdim. Hayda. Hə, yadımdadır, brat, yadımdadır. Bir də mahnı var idi, həmişə qoyduq onu, qulaq asırdıq. Səhərə kimi qulaq asırdıq həmən. Biraz buna qulaq asarıq. Hayda. Hər bir dəfə yadımdadır məhəllənin qarajlıqlarında. Həqiqətən insanın tək dostu, insanın özüdür. Vallahi çox kədərləndim. Məlum söhbət açanda olanlar. Brat, bəş problem. Yox, bura satacam, evcə mənə sərf eləmir, bildiyin yorulur. Saat əldən çıxsın, brat, saat qaqaş kimi tanışırıq. Brat, qaqaş xalam oğlunun əsgər yoldaşıdır. Elə oturub dururlar, sənə tanış eləmişdim. Oy zibil. O nə? Əskərlik nədir? Yox, brat, elə Harda açmıyorsun, xidmət eləyibsən? Saat 5-dir, brat, 7-dən mən getməliyəm, 9-a qədər uzanacaq bu söhbət. Gözəmərəm. Yox, brat. Gözəmərik. Nə olar, xahiş eləməyək də, brat. Harda xidmət eləsən? Murovda xidmət eləyən var Murovda. Hansı qoşunla da xidmət eləmişsən? Yox, Milli Orduda Məmmədovu tanıyırsan sən. Allah haqqı. Cizir vardı, Hüseyin Ali. Aha. Onun deməyi onun adın sən. Pilotda Qaraypəna tanıyırsan? Həqiqətən bu gerçəkdir. Pul olmasa da saytda maşınlara baxmayan oğlan. 9 motordur. Nəyə baxsan? Maşınlara baxıram da. Pulunu yığdım axı mən 45 min manat yığdım. Aha. Şeyli maşınlara baxıram. Puluvu yığıb girirsən ora. Hadi ha. Vay sivi. Pulum çatmırdı yəni. Yəni nəyə görə ki? Pulun olmayanda girib baxmamısan orada maşınlara. Yox, birinci dəfə girəm mən bura. Pulum olmayan niyə girim ki bura? Pulum olmayan niyə girim? Almayacam sonra niyə girim ki bura? Yalandan baxım. YouTube əvəz giririk biz. 47 min nədir? Oy sivi. Balama zəng eləyim. 2000 də açın cep. Hayda. Rəsul bəy, bunu 44 min eləyə bilərik özərimizdə. Nətər eləyir, nə cür eləyir, tavuğu maraqlandı. Ay oğlan gəl bura. Ay qaqaş. Tərbiyə. Ay bir dənə mənə saat deyə bilərsən qaqaş. Üçün yarısıdır gözəl qardaşım. Allah gözəl də varsa, Allah qız adam ala mən sənin üçün. Mən sizə onun müraciət forması olaraq dedim. Əgər nə səhv dedimsə sizdən üzr istəyirəm. Və zəhmət olmasa mənə Aya deyə xitab etməyin. Mənim adım Məhərrəmdir. Məhərrəm, Allah dolma verim zəhərrən. Xiyar deyə Allah bu. Bu videonun adına bax. Sizdən xahiş etsəm buranı tərk edə bilərsiniz, mən getməliyəm. Allah xoşun gəlmir vızqırt məhəllədən. Gözəl qardaş, ax niyə belə edirsiniz? Çox üzr istəyirəm. Kobudluq və tərbiyəsizlik edirsiniz. Allah nə tərbiyə salmısan? Sən deyirəm başlama məhəllədən. Bax, tərbiyə sənin dediklərinlə yox, etdiklərinlə ölçülür. Böyüyə Yəni kiçiyə mərhəmət, sözə və davranışa diqqət, bunlar səni insan edən çox təəssüf ki, günümüzdə insanların Səssiz yarısından qalmaq çoxunda göstərir yoxdur bu. qardaş. İnsan davranışı ilə öz dəyərini göstərir. Söz və hərəkətlərində biraz ölçü olsa, həm sənin, həm də ətrafın üçün daha yaxşı olar. Bax, sənin bu tərz davranışın mənim üçün uyğun deyil. Ünsiyyətimizin sağlam qalması üçün biraz daha Normal da söhbət edə bilərsən bir insan. Hamımız bir fərd olaraq bir genin daşıyıcısıyıq. Bizim əslimiz kökümüz var. Gör kimlər bizim əslimiz kökümüz. Hamının kiçik də olsa bir nəsli bir kökü var. Sənin də nəslin kökün var, elə deyilmi? Hə, qaqa, əlbəttə nəslim də var, köküm də var. Sənin nəsliniz. Nəsli avtovağzaldan yola saldı. Uşaq vaxtı dalaşırsan. Nə deyirsən? Eşidərdin. İndi bir də qoydum çaşmalı. Onu demirlər, eləyirlər. Sübut edirlər. Mən də eləmişəm bunların hamısını. Bu su, bu da budur. Ay zivi. Nə şey olur? Ged ostur buradan. Osturmuram, osturdunam. Qəşəng. Mən söz keçmədi. Əlim dəmirdədir. Amma ağıllıyam. Ged özünə bax. Pi boskasına oxşuyursan, Ha? Ay nədir? Atamın törəni yemişəm. Qənət eləyərsən. Qənəti xənət eləyib toyunda geyinərsən. Pisər. Özünsən pisər. Mən bunu demək. Ağır söhbətə gir. Nə fərqi var? Biri var yoxdur, biri də bu boyun arxası. Oho. Oğlanlar. Alo. Salam. Salam. İqbal bəylə danışıram. Sizin qızınız olub, təbrik edirəm. Ben sizi şad xəbər olaraq çəkeyim. Çox sağ olun, çox sağ olun, çox sağ olun. Ay uşaqlar da var yığışın.
Sizi aparam paçama. Kardeşimizin kızı olup qonaqlıq verəcəm sizə. Acı olsun. Oy Teva. Ay İqbal. Zor, süper. Valla burada olmak istedim. Əmrah, Oğlanlar. sən də özünə maşın alsaydın, mən də rahatlayardım, sən də rahatlayardın. Hə, brat. Bir də dostum sənsən də maşın olan. Neyinin Ayda. Markadan sonra verirsən sürməyə. Uşaq kimi sevinirəm. Sürə. İnşallah alacam brat məndə. İnşallah sən də Ay, kişilər alasın, inşallah, onlara çox. Nə var vallahi. maşın almağa? Bir dənə şeylər. Maşın çok qəribə bir Çıxdım şeydir. Moykadan qəşəng tərtəmiz səliqəli harası gedə bilərik indi. Bax rahatsız. Oy süper. Ayda. Bunu mu istirdiniz? O yadıma düşdü. Sən nə deyirsən? Daş el içdim, brat bilmədim. Yox. Nə bilirsən axı sən? Vallahi maaşımı alım həll eləyəcəm. Amma maaşla nə həll eləyəsən axı sən? Ah, Qardaşım təzə sürürəm də özüm sən Allah haqqı bilmirəm. onluq deyil, alıb dəsmalı götür. Göt dəsmalı, niyə pəncərə açsan? Sil o pəncərəni. Moykadan çıxmış, niyə pəncərə açsan bağlıysan? Pəncərə gör. Bən nəyə görə elə maşın paramı mənim maşın veçmədi ki? Pəncərə niyə açsan sən? Vurmusan cəhənnəmə canı sağ olsun. Niyə pəncərə açsan? Yenə sodu canlı eşi oluyor. Sil pəncərə niyə açsan? Sil o tez ol. Teva. Gedib nə sevmişəm otur, qapı sən ətrafı danışaq. Üzülü say qardaş. Qoş bu aleyküm assalam evvela. Sən Aleyküm bunu salam. başıma semya ilə sən mənə 200 alasın maqul. Yox, qardaşım. Maqul ya. Bilməyərək oldu, üzr istədim. Necə? Bilimdə bir dənə gözlə. Bu nə hərəkət ki, sən mən verədim. Mən xitabən qaqaşın belirlədim bura. Yoxsa necə yəni? Ay qaqa, Ay nə qaqaşın bilmədən bir oldu. dəqiqə. Sən ara aşağısan. Mən azasın o. Amma mən də qaş Əhməddə qal. Sən məni tanımırsan? Əhməddə Yox, qal. tanımıram. Tanımırsan? Yox. Ayda. Mən indi yaxşı tanıyarsan. Qırıq qulağına zadına bax. Oy süper. Şey var. Sen o kulağı görəndə Bırak ya. Ha. arkana baxmadan qaçmalıydın o. TikTok yükləyirəm deyəndə atalarım fikirləşdiyi. Sosial şəbəkədə bu təmirə qalğan mütəxəssislər xəbərdarlıq edir. Aha. Nə burada olsun, nə orada? Ata, bizim şirkətin yeni ofisi açılıbdır. Onun səhifələrini düzəldirəm. Instagram hazırdır, indi TikTok açmışam, TikTok işləyirəm. İndi marketdə otaqda tutmuşuq, indi tüm marketing işləridir zaten, hamısını həll edəcək. TikTok işləyirəm, nə gözləmişdim ki? TikTok yükləyirəm, TikTok yükləyirəm, TikTok yükləyirəm, TikTok. Bu güvənəm olacaq. Ay qalxma oldu. Ay bir dənə şirə at. Gül yoxdur. Ekran. Güşşeyik kod canavar ekod. Davay. Ay uçurup tez ol. Kimdə biz dolduruz? Davay. Hədəfi tamamlayalım. Uçuruq ya. Hədəf tamamlasaq atam donba alacaq. Ay süper. Ya bu da Əhmədlidə siz harda qalsınız? Mən Sumqayıtda yaşayıram. Anamla da atam boşanıb, evdəkilərlə də aram yaxşı deyil. Dırnaq ustası, nə tədə axtarsın obyekt, hə? Hə, sən oradan bildin. Hələ balaca pişiklərim də var. Elə bir özüm doğmuşam hamısını, balalarım kimidir. Bir dənə də özümdən balaca Bax qardaşım var. fikirləşmədən qaçı. Üstü belə tülü şəftim var. Aşağı gəlsən mağazaya gedəndə, hə? Hə, sən oradan. Onların sobası. Yəni süper. Bizdə amma daha süper olar yəqin ki. Bizim Ay zibir bizim evdə də elədi. Saxlama qaba kimi. Ama kırmızı pesi ağzında. Kırmızı pesin içinde olur ne olursa. Oyda. Oyda tüs dolu tema. İndiki uşaqlar görüşəndə. Çıxıram, sən mənim konuma at. Konum atam şehirdə olsun. 15 dəqiqə falan oradayım. Bir də yaşam nömrəsi atma da. O vaxt dostumu futbola çağıranda mən. Ayda. Qızlar atalarından pul istəyəndə. Babiçka. Aycan. Aycan mənim gözəlim. Aha. Səhər verdin 200 manatı alış-veriş etdim, özümə shopping elədim. Xoşlamsan, lop yox şeyləmsən. İndi qızlar çağırıb olan axşam kofe içməyə gedəcəyik. Elə şeylər görüb, ürəyim sıxmıyor. O nə zor. Alabam birini, Oyda $100. 50 manatı kartına oturum.
Oğlanlar atalardan pul istəyəndə. Atana 10 manat verə bilərsən. Nə? Vay zivir. Şişən kişi olsan. Şişən kişi olsan. 4 manat pul verdim sən keçən ay. 4 manat keçən ay sən pul verdim. Bir ay sən o pulu hara Abi bir ay o pulu yiyip sana oğlan hara kaçırsan o pulu sen bir ay. Hele gel sırtı məndən pul istəyir. Bəs də. Ay Harunamısan sən. Harunamağa nə baxır? Allah. Gözlə. Aha. 90 qəpik var. Bir dənə çörək al, qalan pulun bəsindir. 90 qəpik çörəyini bilmirəm Azərbaycanda neçəyədir? Yəqin 50-60 qəpik olar. Xəstələndiyini statusda paylaşanların fikirləşdiyi. Həqiqətən biraz qıcıq deyilmi? Xəstə olduqlarını paylaşan insanlar. Uy, nikah xəstələnib. Oy zivir. Mənim qardaşım qızla nə olub bə? Atmayıb var, hazırlıq gedək. Ha vallah tevalı. Həqiqətən belə mi fikirləş paylaşırlar, yoxsa nədir, nə məsələdir? Yavaşdan getdi. Bu nəsə Nigarın sevgilisi idi. Gecə saat 4-də canlı açıq BMW eşqi ilə yaşayan o qız. Aa Farid, hoş geldin Farid, necəsən? Çünki Farid tanıyırsan. Vurun ekranları. Bu nədir? 16 nəfər var. O gün atmışdım 215 nəfər adam var idi. Niyə aktiv deyilsə belə? Vurun ekran vurun, ekran vurun. Qızlar, hamınıza salam. Bu günlərin Fatoşun ad günləri sizinlə birlikte hazırlayırıq. Getdik. Yəqin ki Fatoşu hamınız tanıyırsınız, məni izləyənlər. İzləməyənlər keçib səhifəmdə baxa bilər. Fatoşdan videolarım var. Qalmışam belə, istəyirəm bunu geyinim, yoxsa bunu geyinim, dəqiq bilmirəm. Bunu da Zara'dan almışam, bilirsiniz. Məncə bunu geyinim, bu daha yaxşı yaraşar. Çox bəyənirəm bunu. Bunu hər bir şalvarla kombin edib geyinə bilirəm. Fatoş məndən 2 yaş balacadır. Onun bu günlərim 18 yaş olacaq. Daha sonra isə bunu vururuq. Həqiqətən bu tərz video çəkən insanlara bənzəyir. O gün bir rəfiqəm var, Diləndam. O gün içəriyə ona bir oğlan yaxınlaşıb deyir ki, что ты говорит, tanış olmaq üçün də oğlan atıp ol bileyim. Deyirəm, olmaz dəlisən. Boş işləmir, doğru. Eylisidir, vallahi eylisidir. Mən hazır. Çantadan isə bunu seçsin. Tələbəm Qorxmaz ilə ikinci dərsimiz. Qorxmaz ilə ikinci dərsimizdir. Necədir Qorxmaz, öyrəşə bilirsən bala? Ay sürün də. Ay zivir. Ataların işlətdiyi həmin o sözlər. Ay bala. Bu telefon çıxardanım, vay. Ay zivir. Qato sürmədən təşkil gətir bura. Nə, Allah'ın şükür, onu tapıyanlar da var. Sən gəl mən yaşıma çap, onda hər şey başa düşür. Hamısı eylidir. Mən sənə demişdim. Biz də sən kimi cavan olmuşuq da. Bunlar hamısı bir oyun deyil, hamısı Putinlərindədir, hamısı. Bala, indidən bu çətinliyi öyrəşək, mən bir gün var, hamısı hava yoxam. Yaxın dostuna görüntülü zəng eləmsən. Ha biz de eləmişik, tema bir şeydir. Bir də risk açır. Zor. Neyse dostlar, bugünkü videonun sonuna geldi. Videomu beğense like atıp aşağıdan kanalıma abone olmayı unutmayın. Gelen videoda görüşmek üzere ve bunu da unutmayın ki sevilirsiniz.